Bir daha xoş gəlmisiniz. Necəsiz soruşmağın artıq yeri yoxdur. Çünki pandemiya kimi soxa-soxdan sonra sağ-salamat çıxmışıqsa, deməli vəziyyət yaxşıdır. Oradan nə günlər yaşadıq, nə günlər pandemiya. 2020 sıçan eləyid də. Başqa dillərdə adı var, fare var, mış var, kırısa var, mouse var. Bizdə adı tam oturdu, sıçan. Ömrümüzə, günümüzə sıçan. İli. Özdə elə-belə sıçan yox, ha, çırmalanıb sıçan. Nə günlər yaşatdı bizə, nə günlər. Mış həyatı yaşayırdıq, mış. Zavod çörəni lavaşa küvalan vardı. Əlində 5 çörək tutub ala bilməyənə belə baxırdı. Belə ki, sən öləsən, mən sağ qalacağım. Pandemiya belə şeyləri başa salmaq içində, amma evdə də vəziyyət yaxşı deyildi. Mən şəxsən bir də tutdum ki, haradasa anamla 3 gündür bildiyin arvaz söhbət eləyirəm. Bir dənə başımın yaylığı yoxdur. Hərəkətlər oturub, ay mama, bu, nə danışdı? Boşdur. Anam, nə deyirsən? Ay ana, uzaq. Mama bizdən uzaq deyəndə kuxnanın pəncərəsində dodağımı gördüm ki, bu mənəm. Ayıldım, yufqanın zadı çıxardım. Ən çox gördüyüm məqamlar, sevindiyim məqamlardan biri o statuslar yazırdılar Facebookda. Only God can judge me. Məni yalnız Allah mühakimə eləyə bilər. 2 aydan sonra çölə çıxması polisdən icazə alır ki, onlar gedib iti gəzdirir. Yiyəsinə itə görə hörmət olunan vaxtlar. Yadınıza salım. Pandemiyada o maskada Sıf xanımın gözlərini görüb aşiq olan dostlarımız oldu. Bir dənə gözlər kifayət elədi mənim qardaşım. Gözlər qəlbin aynasıdır, brat. Mən %100 əminəm ki, indi onlar o həmin o güzgünün altındakı tumbuçqalarla remontu ilə məşğuldular. Selifinaz 2-dəsiz. Xoş gəlmişsiniz. Gör Freud nə deyir? Deyir, mədəniyyətin qurucusu nizə atmaq yerinə söyüş söyən adamdır. Yəni, yaxınlaşıb adam vurmaq istəyirmiş. Yaxınlaşıb, qalın sənin böyüyümünə əlim ayağım boşaldı. Müəllim, çox təşəkkür edirəm. Çox minnətdaram. Düzdür, ailəyə də girdiniz, eybi yox, bəli, onların günahıdır ki, məni kimi bir virus yetişdiriblər. Oldu. Düzdür, beləliklə tarixin ilk peysəri də yarandı. Amma görün, nə qədər ölüm itim azaldı. Söyüş. Yəni, söyüş elə gülünəcək bir şey deyil ki, söyüş gülünəcək bir şey olsun da kişilərin razborkalarına bir dənə bax. Uşağın pulu niyə vermirsən, ha? Cındır. Cındır, da. Belə razborka olardı, olmazdı. İndi onsuz da deyirdilər, nə qədər mədəni abırımı qorumağa çalışdım, bilər, Fərda səhnədən söyüş söyür. Kafkanın çox əla bir dənə misalı var, deyir, bir adam səhnədə fındıq qırırsa və milyonları özünü izlətdirməyə və əyləndirməyə vadar eləyirsə, deməli, o səhnədə təkcə fındıq qırmır, o başqa bir şey eləyir. Yenə də sənə elə gəlirsə fındıq qırır. Dur, gəl, çıx o səhnənin orasından gəl bura. Görə qıracağın fındığı tapan ecənin üstündəki qozları itirirsən, yoxsa yox. Söyüş. Qoz dedim, bax, ona da güldük. Qozu bu yerlərə mən gətirməmişəm, ona açıq deyil. Tutduğumuzun restoranların birindəydim, biraz içkiliydim. Çaşdım, başqa otağa girdim, girən ki, məni qarşıladılar. Qardaş, əlində durum ka. Götüzünü görək. Tutanma, mən də şişilib tutanma ki, mən biləm, səhv kimmişəm. Yürü onunla, antrikodu da, get qoy ağzına. Bir də mən özümü söydürməyə girdim otağa, mən nə vardım? Bunlar mən niyə belə təhqir eləyir? Hadi bir dəqiqə da, nə deyirsən? Haydi göt deyirik, nə deyirik ki? Sonra düzdür, söhbət, aləm qarışdı, düzəldi, aydındır, bunlar sadələridir. Baxın, vaksin teması olmasaydı, vurdurmaq sözünü biz işlədə bilmirdik. İşlədə bilirdik, açıq, yəni özümüzü, bugün demişəm, bugün açıraqdır. Yəni, fəxrinin desinəsinə döyən var ki, 3 dənədir, üçün də vurdurmuşam, lazım olacaq. Hələ söyləyəm var ki, qardaşın Avropada vurduranda siz heç bilmirdiniz burada.
İndi vurdurmayana pis baxırlar. İndi biz nə gözləyirik? Bir palaz virusu çıxmalıdır ki, çırptırmaq zat da biraz normallaşsın. Həzini çırptırmaq lazımdır. Bala evdə otur, sənin deyəsən çırptırmağın gəlir. Hə, bunlar da biraz üngülləridir. Üngülləridir. Baxın, qurban sizə. Yəni, dünyada ən ali, ən ülvi his, kainat onun üzərinə qurulub sevgi, sevişmək. Avropada bunun biraz çobut versiyaları intim və seksdir. Normalda amma yaranış kök sevişməkdir. Biz gör gedib ara çıxmışıq, təpələmək. Qablamaq. Ha, sevişmək görardadır, nə varsan sən? Şaqqıllatmaq var, şaqqıllatmaq. Deyəmirsən ki, ay, bu nəyin aqressiyasıdır, ay qaqa? Bu nəyin travmasıdır, ay bura? Uşaq vaxtı səni 4-5 qız aparıb məktəbin damında it kimi çırpıb. Qızlar futbol oyununda səni qapıya qoyublar, topu cırıblar. Qızlar söhbət yerində deşdən baxında gözünə ağac soxublar, nə iniblər? Nəyin aqressiyasıdır bu? Yəni, birazdan bu sözlər biraz dəbdən düşəcək, təzələri çıxacaq. Mən xəbərdarlıq üçün bunu dedim. Yadınızda olsun. Bu adamları, bu şeyləri yayan dırnaqarası qəhrəmanlar var ya, onları aptekdə, prezervativ alanda tanıyarsınız. Səni belə girib, o. Bu nədir? Qıraqdan baxanda elə bilərsən ki, padvalda nüvə silahı hazırlayır. Gəlib axırıncı barutu götürmək ki, qoyub Amerikanı vuracaq. Amma adekvat insanlar Avropada girir. Mənə 2 qutu aspirin, 2 qutu da prezervativ ver. Tamam yəni. Buna baxanda bilirsən ki, belə düzgün təbələşməyə gedir. Bu... Bunun getdiyi yerdə sevişməkdən başqa hər şey ola bilər. Amma birazdan gələcəm mövzulara. Sadəcə cəmiyyət olaraq doğrudan da bizdə hələ tam olaraq adi aptekdən, yəni bir abırlı adamın prezervativ alması bir həngamədir. Özdə ilk vaxtlarda zaten mənim öz yadıma gəlir. İçəri gəndə elə bilsən ki, hamı sənə baxır. Baxışlar olur belə, ay xatahkar, gedirsən ha yenə. Dayanmır da bu. Səni balaca dinamitlə hoqqa versən, ha sən. Beləsən, təcrübəli aptekçilər sırası gözün parıltısından tutur ki, sənə nə lazımdır, keş bir tərəfə. Sən talpadan ayrıl, gəl bu yana, o tərəfdən, onu yola salın, geçsin. O, lap təcrübəsizlər zaddan olur, biraz da o zarafata zadan meyillər zadan olur. Bil ki, müəllim neçə razmer verim? Ha, ver də, əqqabı döyük ayağımız, ha, ver də, radola çıxa gedə camaat baxaraq, ayıb deyəcək ki, sənə. Yaygın olmadığı üçün, yəni daha populyar olmadığı üçün bu mövzu sadəcə deyim, gənclər üçün olsun. Yəni ölçüləri var, yəni aptekçini qınamalı deyil. Onun məsələn XL var, L var, M var, bəlkə də small var, onu mən yalan deyərəm, Biraz da populyar oldun, vapşe, aptekçi başladı şitəşməyə, bildiğin şitəşir. Hə, müəllim, təzə limonlusu gəlib, çiyələmsi gəlib, müəllim. Az qalır deyəsən ki, sən greypfrut elə. Nanəni biraz az elə boğmasın. 2 dənə də kömür qoy, qalyan çəkməyə gedirəm, qardaşım, tutar da. Hələ lop şitli eləyənlər var. Müəllim, 3 XL qalıb vereyim. Munağıl dolasan, biraz da üzün ola deyəsən ki, mən gərək onu qatlayam, skoşlayam, eləyəm, mənə ələ salma, varsa balacasını ver. Hə, qoy, indi buna baxanlar, bəlkə də indi hələ tam getmir o proses, çünki bildiyin stereotip var içəridə, sistem var, qırılacaq o da. Amma qoy gənclər desinlər, Fərda tərbiyəsiz danışır. Tamam, amma mən Fərda Amin olaraq deyirəm, girin aptekə və adı ilə istəyin. O sizin sağlamlığınız üçün olmasaydı, aptekdə satılmazdı. Gedin sağlamlıq, yəni özünüzü qoruyun. Gedib hər hoqqanı durğuzursan, valideyn də qalır, gecələr ki, bunu mən nağarım. Neynim? Ayağım vanna eləyir, belinə bankadan döşür. Yəni, zoğal mürəbbəsi ilə buna nə varacaq?
Adam yoluxub yəni. Onu da yığır. Ha, ay qız bu duranmır, duranmır deyə demirsən ki, xala elə durmağın zibilidir də bu. Vaxtında başa salmaq lazım idi də bunu. İnsanlar üzərindən tamam, başa salmaq biraz çətin ola bilər cəmiyyət olaraq. Çünki bunlar özləri də görməyib, bunların özlərini də izah eləməyiblər. Amma heyvanlar üzərindən ki, başa salmaq olar. Məsələn, uşağa itin küçüyü deyənəcən, oturun küçüyün yaranmağından biraz uşaqla danış da. Küçüyü, sevgi, itlər, ora, buraya bitər. Zaten uşağı görürsən, uşaq hazırdır, uşaq qaynayır. Uşağa bir dənə mövzudan oturub səndən danışacaq, amma yox, açılmır. Kör-körənə buraxırlar cəmiyyətə, gör, harada tapırsa dincəlay bala, yeri. O da uşaq da hadisənin özünü bilir, hazırlıq prosesini bilmir axı. Ona görə də bax, belə fəsadlar olar. Əslində, deyirəm, o heyvanlar üzərindən başa salır, onu da başa salmaq çətindir. Çünki bizim heyvanlara yanaşma tərzimiz də başqadır. Yəni, bir dəfə film çəkirdik, axşam vaxtıdır, saat olar 2-3 saat, catering yemək gətirdi, gətirən kimi də iyi yayılır axı. Allah'a belə bir səs eşitdi. Madam! Bir şitqulu işıqçı var, elə bildim odur. Sonra dedim, ay yaxşıya çörək yedik. Madam! Fırlanın ki, bu uzunda bir şeydi. Zaboru üstündə. Qabırğaları görsən, ay ışığı düşür, ayın ışığı düşür, qabırğaları görsənir belə, acdır. O qədər stollara zada uzanıb, ayaq qalıb burada, qorxuraq həm də. Boyu uzanıb, bu boydan. Ha, dedim, ha, heç kimə də qorxumla dedim, bəlkə mənə vergi verildi, mən bunu başa düşürüm. Dedim, ha, gəl lan. Olsun atlar, baxın London atlarına, ata yanaşma, ata sevgi, ata bax. Sinə belə, dal, quyruğanda gəlin. Deyəsən, at gəlir də, yəni, kişnəməyə bax. Qoya deyirsən, bu nədir, qardaş, adam üstü başına baxır, utanırsan minməyə ki, atın üstü başını bulaşdırarsan. O qədər təmizdir, yəni, bizim atlara bax. Görürsünüz. Ya burnunda 30 saat qalıb fınxırı. Ya da at milçək. Haydi. Burada canla savaşır, oradan milçəklə savaşır. Ruhu ölü be, ruhu. Bizimki bilib ki, bunu minmək lazımdır. Bildiyim miniblər, yəni. Baxan ki, at minilib. Sahildə bir dəfə gördüm dəniz qırağın, o belə baxır bax suya. Nə intihar eləyərə, qoşublar buna arabaya. Dilləri o at sadiqdir, it sadiqdir. İndan Allaha, bizimki balaca çəmləsə, üstündəkilən bir yerdə yoxa çıxacaq. Yaxına bir dənə fakt oxudum, sizcə dünyanın ən ehtiraslı canlısı hansıdır? Doğuşan sənin potensialındır abi. Nə? Krokodil? Taxta biti. Oh, elmli adamsan. Sən də mənim kimi bekarsan, axımı tapmısan. Taxta biti, bu. Bunun potensialına bax. Gündə 200 dəfə cütləşir. Bu dəqiqə bizim başımız qarışıb stand-up'da da bəlkə hardasa cütləşir o, buralarda varsa. Yaşayışa bax bir dənə. 6 dəqiqədən bir gündə 200 nədir? Yəni, harca burnunuza siqet izadı yazsa 100% o, hamam xələtində kimisə əqqabısında sökəb, siqet izad çək. İşi quru bu. 100% onun kuruquz adı da yoxdur. Onun vaxtı var, o kimdən oturub durmalı. Uy, dədə bu. Onların hələ şeyləri varsa, oligarxlar da Bağdad adda yığılışırlar. 4 dənə erkək taxtabdı, 800 dənə civi. Onların da yığışmaq üçün hansısa Bağdad adda polun qıranda bu boyda deşik lazımdır. Deşik sol, hamı oradadır, parti. Yemək yox, içmək yox, viski istəmir, Red Bull istəmir. Çıxılı taxtalar da atdın ora və salama, müəllimin bağındayıq, ay bağındayıq. Balaca sabun zat fırlaya bilsələr, hardansa, peyna partidir. Civilər poftalardan çıxartdılar, oley! Kasıblara da göstərməyə bağdayıq, dostlar, bağda kasıb taxtakilərə. Ah, taxta biti, onu əzlafın dilin biləsən, çəkib onu ləngidəsən, ha? Maraqlıdır. O da civədə bir yerdə dayanmır. Eşitirəm, buyurun. Bir iş təklifi vardı, biz Priqoruda taxta evlər tikirik.
Biraz tezləşin, cəmat gözləyirəm, mənim iki parçasım var. Tezdən, bunun Pirquliyə getməyə vaxtına gəzir, bu şəhərdən çıxa bilir ki. Mənə ən çox maraqlı, bunu kəşf edən alim var, alim. Gör, bunun həyatında nə qədər boşluq var. Oturub izləyib. Amma adı yoxdur tarixdə, utandığından arvada deyəməyib. Ki, potensialı var, arvad deyək ki, sən taxtabdən 200-də biri qədər döyürsən, utanıb ölmürsən. Oturub izlədiyimə bax. Artıq mən dedim, kimya biyologiya liseyini bitirdiyim üçün, kimyanı sevmədiyim üçün nə qədər gör işlər buraxmışam mən orada, nə mikroskoplar var idi orada. 2 dənə qarışqa tut, qoy ora, vaxt geçsin də, bax da. Düşmüşəm sevgi, məhəbbət, lisey həyatı, o ayda da bir qız vardı, varlı qız. Aytən. Məktəbdə 6-7 nəfər istəyirdi onu. Gördüm, mən bunlardan bacarmayacam, bunlar çoxdular. Mən də içlərində də bunu istəyənlərin ən balacası mənəm. Dedim, məni fırlayıb döyüb eləyəcəklər. Həqiqətən də bu uşaqlardan birindən aramızda soyuqluq oldu. Mən bunu itələdim, bu yıxıldı, məndən balaca sinif idi. Getdi üstümüzə adamlar getdi. Pəncərədən baxıram, qardaş. Bildiyin elə bil mebel dükanıdır, 4-5 dənə bax belə, çox yekədlərəm. Mən məktəb uşağı 9-da oxuyuram, mənim üstümə bu adamları nəyə gətirmişsən, qızla pəncərədən belə baxırıq. Qız qayıt ki, düşəsən ki. Ayvılar ki. Yəni, bu da baş çalımları gəlirəm. Fırlanmışam, pelekanlarla düşürəm, fırlana, 4-cü mərtəbədən gəlirəm. İçimdə bir arzu deyirəm, ay Allah, bu pelekan qutarmaya, bax, ömrümün axırına kimi, belə, o belə. Fırlanam, oradan da çıxam gedəm rəhmətə, hamı axtarar. Axtararlar, məmalı ölüm, bu hara getdi, Interpola verələr, qız narahat ola. Amma mən düşüm onlarla üzbə-üz gəlməyim. 2-3 dənə də böyründə düşüblər, bunlar da məndən gedirlər. Bilirəm, daldan pəncərədən baxır. Sinanın adı vermişəm qabağa, amma o çox kürəyə görür, sifət konkret üzr istəməyə gedir. Uzaqdan deyir, bunlara şirini yeliyə gəlirəm. Vidim də tam olaraq bilsə nədir? O rayon yerlərində çuqun aftaf olur. Əli, nə vaxt atırsan doludur, elə bilsə qismətinmiş kimsə doldurub qoyur yolun içinə. Ən vacib məqamdaşı qaldırırsan, 2 damcı. 2 damcı su. Bayaqdan fikirləşirdin qismətindir, bu sonra ağlığa gəlir ki, bunu kimsə içərdən səndən qabaq hırsdan götürüb, tullayıb çələ, fırrab düz düşüb yolun qırağına. Kənd ayaq yolları o. Ya deşik balacadır, tələt böyükdür. Ya tələt balacadır, deşik böyükdür. Bu sınaq, bildiyin sınaq. Şəhər adamı bilir ki, burada unitaz var, bəlli yerdən sonra unitaz saxlayacaq. Burada heç zat yoxdur. Getdikcə gedirsən, get. Özün öz çəkivi 2 dəfə istəyirsən. Çayı mən nə boyda olmuşam, ha? Bunlar da... Vay dədə, vay. Ki, oturacaq, ha, burada. Biraz da hava zat soyuq ola. Dağın döşündə zat da olur, o həyətin biraz küncündə zat da. Şalvarı çəkində küləyin səsi olur. Ay, abratdın gəlirsən ki, ilahi buna soyuqdur. İlahi buna soyuqdur. Bəlkə şalvar eləyim, ha? Ha, buna soyuqdur, ha? Əslində, çöldə hava bu qədər də küləkli deyil. Prosto buradakı skvazniyak, bura deşikdir. Taxtanın arası deşik, burada deşik. Burada bir sirkulyasiya gedir. Hava axını. Sən episentrə oturacaqsan deyənə. Orada əsas hava burulğanı oradadır, ona görə üşüdürsən o. Az qalır ki, vahşi birinci oturub yoxlayasan belə. Sonra buradan çünki... Bax, o ən böyük sülümü tutmağa yeri yoxdur, qapının ağzından aralardan bir yerdən bir dənə dəstək mütləqdir orada. Burada bir dənə olub ki, düz tutuzdurasan, düz. Əsas... Əsas üstüyü batırma. Elə arzuluysan ki, kaş yufkada olaydım, elə çubuğa edim, elə qucağımda olaydı. Tam ki, amma tam əmin deyilsən deyənə, çünki bundan sonra da işlər var, hələ 2 gün rayondasan, biabırçılıqda dura-bura, balaca bir dənə testivi bıraxsan ki,
Andırı da uzun qazarlar, tutanmırsan səslən ki, bu hara getdi. Tam o küləyin içində belə fikirləşəm. Ha. Oturmuşam ha, yox, oturmuşam ha. Hərədə... Ona sınaq da. Amma bir dənə maraqlı taktika tapmışam, onu deyim. Yəni, birdən elə bir halla rastlaşdınız, istifadə edin. Çünki mən gedib gələ-gələ tapdım ki, o taktika nədir? Bir ayaq daldadır, bir ayaq qabaqda. Bel düz. Əllər yarış, atletika, yüngül atletika. Otdun, biraz küləyi zadda tənzimləyirsən, o ki, səndədir. Əsas oranı düz tapmışsan, vəsiyo. Kənddə tüfəng zad atlara götürüləsən. Ayda da var. Nəsə gəldik, qardaşlarla üzbəyüz. Çatmışam, təzə də bığı bıraxıram. 9-dakı bığı nədir ki? 4-5 dənə belə, dağılıq bir şey var burada. Yaxınlaşan ki, bunu qaç. Həminin bığına zadına bax. Hadi etsə bir dənə şapalaq qoyuram, bığın düşər yerdə çapalayar, başa dedim, ola bilər. Qız da arxadan baxır. Arada ərim zadımı açıram ki, o görsün ki, mən də dayanmamışam, mən də işləyirəm, arada iş edir. Bir atərdən baxdı da, sən istəyirsən, hə? Ay təni, onsuz da vurmuşsan bizim qardaşımızı, sənə soxaram bu cibimlə. Körpünü keçə bilsən, o birisindən çıxarsan. Hə deyirəm, qardaş, tamam da üzr işlərik də, yəni şey eləyək də, gedək. Biri heç danışmır, bunlar sözlə yer, biri gözlə yer. Bax elə deyəni, bax elə. İstərsən ki, onurğa ombaya tam oturmuyub da. Belə bir şeydir, o bunlardan biraz balacadır. Abadır. Mənə baxır, özünü əlləşdirir. Ay, mən də uşaq. Əl girerim, ay, qan olsun. Bax, elə ifadəsiz nətər baxır mənə. Tam tutamıram ki, bu məndən nə istəyir? Bu dava deyil, bu başqa şey istəyir. Mənə də potensiyalim o deyil, mən uşağım, zaten istədiyimə görə məni cəzalandırıblar. Belə, birdən qaçdım, mən ki, qaqa yeşun açsa, gət qoy ağzıma. Onda şapalaq açıldı. Yəni, şapalaq deməyim, yumruq, yəni. Güclü yumruq, kişilər bilir, qadınlar üçün deyim, güclü yumruq, bilsin nədir? Elə bir şey, səni çölün ortasında tutur, durursan ki, buraları yığışdırmayın, qəşək bir dənə tort götürüb gəlir. Belə oynada bilir, yəni, beyni. Nətər qoyduysa, mənə ruhumu gördüm, elə üçümdən başqa bir fərdə çıxdı, üstü başını çırpıb gedir. Zorla, belə gözü iki kifliyin arasında görəm, demə, ay, hara ki sənə? İki dənə pərəş götürüm, gəlim də. Hadi, pərəş yerəm, rəddülcə ki yerim, ha? Ruhla cismi birləşdirdim, yəni. Mənim nakam sevgim, nakam. O deyənlər var, deyir o, Varrın həyatı lirik musiqidir, elə bilirsən, Mozartla Beethoven bəstələyib. Kasıbın da həyatı musiqidir, prosta sözlərini Elza xanım yazıb. Bir əlim qabağımda, bir əlim dalımda. Həyat var. Mənim aləmdə kasıb yoxdur, yəni. Düşüncə tərzi olaraq, Allah Teala görümüzü nə qədər imkanlı yaradıb, yəni. Bugün sağsan, bütün əzaların, gözün görür, qulağın eşidir, gülürsən. Yəni, bundan o tərəfə xoşbəxtlik yoxdur. Mənim üçün kasıb düşüncə, kasıb yanaşma var. Sən baxır səni, tələsmə var, bir tələsmə. Kasıb elə tələsir. Elə bir nəsə olacaq, bu çatmayacaq ora, bildin necə? Keçmişi buraxmır, gələcəyin fikri öldürüb, an da gedir, bu an gedir. Çay içir tələsir, yemək yer tələsir. Abi dayan, bir dayan, yox. Bunun koordinatlarını qurban olduğunu tutub, bunun balansına ruzu vura bilmir. Burada duelir yoxdur. Deyir, yaxşı ona bir şey göndərsə, görür yoxdur ki, başqa adam durdu. Dayan, abi bir dayan. Nə tərk edir? Paltar alanda tələsir. Baxırsan, qardirobunda hər şey var. Hər şey, jaketlərlə, 10 dənə jaket var, amma nə geyinir üşüyür. Nə geyinir üşüyür. Alma 8 dənə 10 manatdan, bir dənə al 50 manatdan. Geyin üstündən də bir şey, çıx get çəllən də. Yox. Özdə onlar o aldıqları da ucuz olduğu görə o sintetika var, sintetika. Hamınız geymişsiniz, indi gəlib o da. O çartıltı hamı dolu bu. Çart. Dərindən iynəyəndə nöyt iyi gəlir o paltarlardan. O çartdıqsa ona birazcık qığılcım kifayət ediyor. Çartında çart. Nə ev eşiği yandırasan, nə varırsan?
Hə, biraz ehtiyatlı. Olur deyir, fövqəladə hallar gəlib. 6 ayda istintaq gedir, tapa bilmirlər. Yanığının mənbəyini tapa bilmirlər. Bitiminütka deyil. Qısa qapanma olmuyor. Və bu nədir? Deyir, müəllim, Ataplinyanın böyründə balaca belə qapqara bir şey vardı. Finkada da o, çıxardıb tullayıb, qapını bağlansa, alışıb orada. Sintetik finka. Dincəlmir, nətər o. Ruh ki kasıbdır. Öyle deyir, elə hər yerə çatdırım. Gəb istirahətdə zatda dincəlir, o təyyarədə zatda görmüsünüz o. Otururlar, Tərpənmə yeri yox da, qurban olduğum bunu 30 lira var ki, tərpənmə. Tərpənmə, samolyot özü dəqiqə baş gəlirlər ki, kəməri bağla. Kəməri də bağlamır, nə var? Günlüyü açır, bağlayır. Orada jurnallar var, götürür, biraz oxuyur, şəkillərin azada baxır, qoyur. Yemək gəlsəydi, yeyib yatardıq. Görür ki, araba çıxdı oradan. Oradan araba çıxdı. Aha, açdı stolu zadı düzəldir. Beynində yığıb. Aha, artıq şeylər zadı yığışdırdı. Gözləyir, şeydə də buludların arasındadır. O qədər bədəni yorub, o qədər bədəni çapıb. Bir dəqiqə dayanıb, buluda baxan kimi yuxu aparır. Çıx bayraşı, lələ köçüb yurdu qalıb. Hamı yeyib, içib, aləm. Tez basır, mən niyə durğuzmadınız? O qədər şirin yatmışdınız ki, narahat eləmədir. Yansının var yoxudan ələt. Məni yuxu aparıb, mən yatmamışam. Mənim yeməyimi verin. Hələ onu bir şeydə görsən, istirahətdə. 360 günün yorğunçuluğunu 5 günə sığdıran adam var. Hələ baxsan görə bilərsən onu. Dincəlməyə gəlmişsin, bir dayan, yox. Normalda Bakıda 9-da durur, orada 7-nin yarısından arvad uşan qol. Qala, yeməyə, qutardı. Gedə, arvad uşağı deyir, siz yığın, mən bir dənə lejanka tutum indi. Lejanka, 2 dənə məhrəba, abi bu bizim, tamam, sənin, səhər açılmayıb. Yeməkdən çıxan kimi gəlir, zaqarı burada. Qaralımır. Abi gözdədir, abi, günəş çıxmayıb hələ. Günəş özü ayılmayıb, dayan. Sürtür, silir. 3-4 nəfər gəlsəydi çimərdik. 3-4 nəfər gözləyərdin, gələrdi, sonra düşərdin. Yox. Dəqiqə başı gəlib suya vurmaq var, baseni. Suyu zadı yoxdur, hələ su yoxdur, birazdan girərik. Ged biraz yuxarıda uzan da otağında, bunu öldürmək sən. Futbol oynayandan futbol oynayır, voleybol oynayandan voleybol oynayır. Sən normal həyatda futbol oynamısan. Bədən bilsən nədir? Çapır, qoyub qabağına arıq, şeytan fəylə tutub bunu. Nə tər işləyir otelin həyatında? Gedir, gəlir. Bədən xamlayıb, yaxıda gəlir ki, itləşiyəm, dincələ bilmədir. Diskotekada yatan adam olar, bu yorğunçuluqdan da o. Animasiya şou gedir, yatıb. Ged otaqda yat da. Ay, ön Allah pissin, bir dayan da. Özdə pastayanı bu narahat adamın pulunu aparırlar, fikir ver. Həmişə də şikayətçidir ki, yenə apardılar, pulumu apardılar. Niyə apardılar? Çünki bu düşüncə, bu kasıb düşüncəyə $3000 ver, nəfəs uzadı daralacaq. Cibdə 3000 var axı, ayağı itib, düşüb aeroportda, onurğa ayağı saxlamır, bədən ayağı saxlamır. Bir həyəcan var ki, mənə aparacaqlar. Oğru gəlib cibibə girmir ki, oğru deyanı qıraqdaqlar, peşəkarlar da baxırlar belə. O sakit gedən talpanın içində bax belə vurnuxursan, belə aralarda. Onun üstündə pul var, o özünü idarə eləyə bilmir, onun pulu var. Onu oğradandan sonra elə rahat deyir. Elə bir çıxacağı vardı deyirlər, bax o olur. Diqqətlə baxsan, o da pasiyanlı, pencəyin üstü qırıq olur. Şalvarın burası, bu cib, üstdən pul saymaqdan da o. Bax belə buradan sonra. Saya görücü yaxınlaşır da, tabii 2000'dir də, 1800, 1900. Naxadı bir dənə tuvaletə girib oturur. Nə oldu üstündə daparmadılar ki səni, bir sakitdə görə ya. Hələ bu İstanbul'a da alış-verişə zada geçsin. Nə var, Bakıda eşidib oradan ki, İstanbul'da taksilər adamı alladırlar. Arvad da bunu ağılda ola. Tüpürüm o istirahətə, o gəzməyə, qutardı. Oturandan şot çıkıdırlar.
Arvad düz ortada oturur belə. Fikir bir yayındırma, fikir uyandırma olsun. Kişi biraz şəhərə fırlanan kimi daldın sürücü, ara baxırsan, ha, doğru sot çıxaba. Təzə tərpənlər belə, görür ki, 20 TL yazıb. 20 TL nə da? Abi, bu nədən şimdi 20 TL yazdı, nədən? Necə abi, o duraq parası. Onlar şeydir, istezalı gülüşdür. Gülməli deyil o, onun üçün gülməli deyil o belə. Amma orada mənsiz durmuşdun abi. Şirinki mənim deyil axı, ki abi, yəni havalanın araçlarının duraq parası o. Tamam abi, tamam. Abi başımın söyle İstanbul qutardı, bir bax görə İstanbul'a. Girib oturub şot çıxımsın. Orada bir 20 TL artıq ola bunun hesabı ilə düz gəlməyə. Gələnəcən danışacaqlar ər-arvad. 20 TL'li bir şey görəcək, bax deyir, o taksi anlatmasaydı, bax 20 TL'li şey də alar. Kimisə balasına bir 20 TL'li çörək vermişsən, daha nə olar ha, dincəl də ha. Yox. Amma mən sizə deyim, turistsənsə, bir, qardaş Türkiyədəsənsə, bax bir şey narahatçılıq yoxdur. Çünki son 44 günlük müharibədə Türklər bir daha bizə sübut elədilər ki, biz də olaraq ki, biz qardaş deyilik, biz qardaşdan da yapırıq, qardaşdan. Rahat. Amma işin stand-up'ına gəlsək, yəni bundan öncə də Türklər tarixən bizim köməyimizə 2 dəfə gəliblər. Bir dəfə 1918-də Ənvər Paşa ilə, bir də üstündən bir əsr sonra Kənan Əmimi apardılar. Ona köməkdə. Bütün Azərbaycan yığışıb, öz işin gücünü atıb savaşçıya baxırdı ki, birdən reytingi düşər, bunu abıratlı göndərərlər üstümüzə. Dayanmadan komment yazırdılar ki, kanal olmasa biz bu seriyala bakmıyoruz. Yazandan birisi ki, bizimkilərdir da, çünki şivə zad bilinir o. Əni çalışıb, eni çaşıb, ərzad kimi yazanlar. Mən qrup tanıyırdım ki, hər ayın axırı rejissorun kartına pul vururdular ki, onu ləngidir misin? Orada bir 2 ay onu ləngidir misin? Amma hiss olundu ki, əli və ayağını yaman yığırlar Kənan. Həqiqətən, nə bir təpi yata bildin orada? Nə bir şübhəqada otura bildin? Kapşonkan da xoddadın söndü. Səni çox gözlədim, hansısa bir təpən dalından silahsız kapşonka ilə belə çıxmağı, amma olmadı o. Olmadı. Doğrudan da yeganə, yəni Kənandır ki, mən deyərəm ki, Azərbaycan xalqı onun haqqında həmrəydir. Bir 31 dekabrdır, bir də Kənandır. Onun haqqında həmrəydir. Mənim özüm də bir Antalya olubdu. Mən üzə bilmirəm deyə mən özümü verdim yavaş-yavaş uşaqların yanına, balacələrin yanına, bu şeyə, dibdə. Oynayırıq, eləyirik. Arada bir bunların ördəklərin zadını vururam qoltuğuma, biraz gedirəm qabağa. Görəm, odur, ördəklə abratlı, amma heç kim tutmur. Valideynlər üçün də xoşdur. Gətirib mənə təhvil verən var ki, bu da sizdən kimsin. Maşallah, animatorlar zadlar qışqanır ki, buna hoqqa verir. Bu yaman uşaqlara çox mehribansılıq edir, amma sudan çıxanda bunlar başa saldım ki, dedim ki, bəs indi çimdik elədi, gedin tayvızı, tuşuvuzu tapın da, axşam mənə yaxınlaşmayın da. Səhər görüşəli burada. Yəni, uşaq var, başa düşürdü. Uşaq da var, eşşəkdir yəni. Eşşək, bildiyin eşşək. Biri vardı, tuturdum bilərciyindən zaddan ki, bahalı uşaqdır da bu. Bir də animator qızla ilə yüngül barı söhbət edim, daldım bir dənə təpik qoydum mən. Gözüm qaraldı, fırlandım belə, amca gəl. Dedim, amca sənin böygün də küçük. Batmışam bunun qabağıma, tutdular ki, amca əmi deməkdir, səbir o. Onda tutdum, lüğata marağım onda yarandı. Türk dili Azərbaycan dili, biraz çox şey otuzdurdum. O şimdi gəzirik. Nə bizə yaxınlaşan var, nə yoxdur. Yəni o şey yoxdur. Xanımlar, xanım tutaq eləyək. 2 dənə lal, bax belə ortada fırlanırıq. Sonra bizə biri qoşuldu. Bu da təkdir. O da mən də o vaxt təksə bir zad çıxıram. Aha, bir münasibət zad. Gəldi yaxınlaş, gələ sizlə bir yerdə fırlanım. Çox tühlü adamdır, çox. Bildiyin kividir, elə bilirsən, çox tühlü. Yəni, tərpənməsə elə bilirsən, bir koldu qoyublar baseninin böyrünü. O vaxt epiliyasiya zat belə şeydə deyil, dəbdə deyil. İndi olsa da epiliyasiya aparatının yaxında dolanacaq o aparatın başında. Onun kökü çox dərindədir. Hansısa rayondan gəlir onun tüklərinin. Çox dərin.
Kökü çoxdur. Yəni bunu epilyasiya olmaz. Bunu gərək benzin töküb ütüb sonra bıçaqla qaşıya. Bunu görəsən ki, bu kimdir? Yəni qaşın tərpətməsə elə bilərsən ki, yəni qaşoqu da uzundursa, elə bilirsən ki, saçıdır, çolka kimi düşüb bura. Tərpəndə görsən ki, qaşdır. Bununla qoşurdu, amma belə civədir, balaca dinamit, top-topdir, elə bilsən. Deyir, naraq, biz yorulmuşuq, biz qəbul eləmişik ki, tanış olmaqsa tutardı. Dedi ki, darımın qardaşım, bilgiyəni tutacaq. Biz də oturmuşuq, elə ki, sifariş vermişik, nəsə gözləyir də bu geyim gətirməyə. Cütlüklər, zadlar, nə bilim, bir yerdə olan cavan uşaqlar, zadlar o şeylər var, atraksiyonlarda, qorxalarda olsa da. Gəldiyi kimi suyun içinə, biz 3 kişi belə oturmuşuq, əl çəkmir bizdən özdə. Belə gedirik suyun içinə. Bunu tutmağa da ehtiyac yoxdur, elə tükün belə yıxsan, elə bir ki, at sürürsən. Gedirik. Nə tər fırlanırıq, deyirəm, əli gedə fırlanım, gedəm 3-ün kuruğundan çıxım, rədd olum, çıxım gedim evə, bu nə istirahət. Çox belə duzsuz bir dənə istirahət. Axıra yaxında bir günümüz qalıb gəlməyib. Bizim telefona zəng gəlir, dedi, qaqa və tutmuşam, dur gəl. Mən də o deyir, o kasıbı lazım olan yerdə bir ölüm yuxusu aparır. Bir dəfə bax orada elə bədəni gördüm. Yuxu apardı, ayıldım ki, iş qurulub, mən geç çatdım. 3 dənə qızdı, bunlar ikisini götürüblər, tühlü birini götürüblər. Dedi, onlar da bir şey deyil. Onlar da bir həftədə orada fırlanırlar, onlara da yaxınlaşan yoxdur. Prosta qismət də yəni, tay-tayın tapıb, bildir necə? Yəni, bunlara da yəni, nisbətdə mənə düşən. Yo. Elə ki, bunu bunların üstündə göndəriblər ki, söz-söhbət da olsa bu həll eləsin də. O qədər estetik elətdirib. Hiss edirsən ki, bu üzün dartdıra, alın yasın gətirib çıxardıb çənəsinə. Çox qurtdalayıb da. Qurtdaladıqsa bir şeyin zibili çıxır axı. Birisi qara bir şeydir. Amma niyyətim də şeydədir, o qara məni basınca mən qaranı basın məsələsi. Niyyət o niyyətdir, amma o mümkün deyil də, çox qaradır yəni, o deyil. Havada qaraldıqsa başqa bunun vahiməsiz adı çoxaldı. Əvvəl işıqlıqda oturmuşduq, hava qaraldıqsa gördüm, get-gedə aparır məni. Dedim, ada nəşədə dayan, nə olacaq dayan. Bu boyda yol gəlmiş oradan bura, qoy görə nə iniriksən. İçirəm bir tərəfdən, amma içirəm, bunda da bir hikmət var. Buna baxan kimi ayılırım ki, yox, bundan olmaz. Nə qədər işirsən, bu o deyil. Bunu dedim, biraz işığa zada çıxardım da, olmasaq bunu. Gətdi bu dəniz qırağına, bunu yakamoz oradan düşüb dənizin üstünə, o bu. Belə arada bir baxıram, birdən yakamoz ki vurur, kölgə karxadadır. Baxdım, bunun figurası zadı pis deyil, mən göz zad, nədir? Yaradıcı adam birinci gözlərə baxır axı. Dedim, oley, yaxınlaşanda əlim atdım ki, özü mənmiş. Bunu stolba kimi, bu stolbanın işığı buymuş, bu birisi mənəm. Əslində bu tanışlıq prosesi niyə danışıram? Zalda xanımlar da var. Xanımlara üzümü tutmaq istəyirəm, bu yeyib bitirirsiniz özünüzü. Ki, yoldaşım çıxacaq, mənim ərimi aparacaqlar. Elə deyil. O sizdən başqa heç kimə lazım deyil, biləsiniz. Mən... Görsən zulümü görsən, bayaqdan danışıram. Əl salanlar kişilərdir, qadınlardır, tutan mənəm. Öz-özü məhv eləməyin. Bunu elə gəlir ki, 300-400 dənə qadındır, WhatsApp qrupu açıb bunun kişisini güdürlər ki, çıxan kimi bunu götürər. Vay, sən böyütmüsən işi. Adamın özünə o qədər güvəni yoxdur. Sən bunu qaldırıb qoymuşsan dağ başına. Belə demirsən aparacaqlar. Yaxşı. Götür onun ən gözəl şəkillərdən ibarət xarizmatik erkək səhifəsi aç bir dənə Instagramda. O 3 aydan sonra gör onu bir çobolu like eləyəcək. Bu statistikası var. Gör onu kiməsə göndərən var ki, ay yaraşığa bax, yaraşığa. Ay kimə lazımdır o. Çox yaxından baxırsan evin içində. Elə bilirsən bundan yoxdur. Charlie Chaplin deyir, həyata yaxından baxanda tragediyadır. Biraz kənarda çəkilsə bildiyin komediyadır. Bax, sən kənardan baxsan buna, adam komediyadır başdan ayağa. Onu bıraq talpanın içində, otur qıraqdan bax, cırıl gülməkdən. Onu özünə aparmağı, zaten, ay kimdir o, kimə lazımdır. İşə o da bölmüşsən. Bu şeydir bu, modeldir, bunu götürəcəklər. Hop aparacaqlar bunu. Bunu çıxart tenderə, buna təklif gəlsə məndən axırıncı adam yox.
Çıxart qoy auksiyona başlanğıc qiymətini 100 manat qoymuşsan. Məsəl üçün 15 dəqiqədən sonra özün onu 65 manata almasan, deyilən qardaş satılır. İşi nətər böyüdüblər, bundan yoxdur, bundan elə. O səni tapıb, sən onu, narahat olma. Narahat olma. Ay. Kişini real bir təhlükə kimi görürlər. Bəs fikirləşməyəcək, kişi sizi nətər görür. Olmayan bir şeylə, şübhələrlə onu o qədər doldurursunuz. Arada bir iki dəfə də diyaloq açılır. Adamda balaca bir dənə özgüvən yaranır və quşduyur. Əslində eləməyəcəkdi. Onu o qədər ki, ora baxsan, bura baxsan, sənə baxırdılar. Ha, kimdə ona baxan? Bu baxmasa buna baxan var. Belə onda özgüvəndə o aşıbqalı ki, buraxır. Sonra evə ki, gəlir. Kişi üçün ən təhlükəlisi bilirsiniz nədir? Susqun qadın var. Danışan bilirsən ki, danışır. Ağzı o gələn nəsə danışırsan da. Susqun olur, susqun. O sadəlöv kişilər temanı birinci açırlar. Tələsir də yenə. Özünü tələsdirir ki. Ömrüm, niyə belə olmuşsan? Niyə belə səssizsən? Yox, normalam, nə olub ki? Yox, heç nə olmuyor. Belə biraz narahat oldum. Səncə mən niyə narahat olmalıyam? Niyə səssiz olmalıyam? Baxsan belə. Sən necəsən? Sən normalsan? Ha, mən yaxşıyam. Lap yaxşısan? Əuzübillahiminəşşeytanirracim. Vur öldür, tay canım çıxdı məni. Elə bilmişsən, nədir o? Okeanın ortasında. Bax, belə durmuşsan mı belə, yiyəsiz. Akula fırlanır belə başı var. Yemir. Gəl, arxadan kesinə bir dənə belə fınxırır, okeanın suyunu tökür başından aşağı. Quyruğu ilə belə sürtür keçir. Deyəmirsən ki, qurban olun, məni ye qutar, tay mən öldüm. Kişi bilir, bir zibil qaynadı. Burası tam tutanmır ki, arvat da onu tutub, yoxsa yox. Və 2 dənə olsa o aşıbqa quşlamaq, böyle hansını tutub. Az qarar desin ki, ömrüm, sən söhbəti aç, Allah haqqı hamısını danışacam, mən öldüm. Aslanla bir evdə sənlə belə, fırlanır başıma, fırlanır, gəlir, düz qulağın dibində belə. Qlandasın görürsən onun, amma yemir. Fırlanır, gedir. Bir müddətdən sonra, sizcə niyə? Qadın kişilik günahlandırır, kişi qadını. O deyir, bu yaman dəyişdi. Bu deyir, yox, bu dəyişdi. Mən bunu belə görməmişdim, bu dəyişdi. O da deyir, eyni şeydir, bu əvvəlki adam deyil, dəyişdi. Heç zət dəyişməyib, orijinalı indidir. Orijinal indidir. O təzə vaxtı 200-də oynayırdınız. O fitrətə zid sevgilər var, fitrətə zid. Öz yaşam tərzindən çıxır yolun qırağından, torpaqla gedirsən, torpaq yoluna. Xanımlar, ay xanımlar. Xanım var, bəs ay xanım, sənədir sözüm. Sən bunu Baksovetə çağıranda tutmadın ki, Əhmədlidən Baksovetə 7 dəqiqə gələn kişi olmur. Çıxıb, bu qoyub avtopilota gedir, bunun özündən xəbəri yoxdur. Amma ayıltmır, çünki ona sərf eləyir axı. Silahlı qüvvələr günü sənə 101 dənə roza üstündə də parfüm verəndə, niyə onun alanda demədin ki, ömrüm, mən tankistəm. Mən snakerəm, bunları mənə niyə versən? Niyə demədin? Hələ qaqama, bax qaqama. Görsəz ayıldın. Qardaş bilmir neyinir. Onun üçün, onun tam vəziyyəti bilsən nədir? Düz gedən dırnaq ki, fırlanır riski öz ətinə girir. Gic dırnaq da. Bir gic dırnaqdır, bilmir neyinir. Hoqqa verir, xəbəri yoxdur özündən. Xanım da bilmir ki, oğulla ananın bir bağları var. Mama ki tutur temanı, ana. Bu gizdarnaq budilniki qurub tezdən. 8-də görüşə gedir, 8-də. Parfüm çıxanda mama tutur onu qapıda. Mama qurban, hiss eləyirəm ha. Hə mama, hə. Mamanın da gözünün içindən yayınmaq olar. Kimlərdəndir bala? Şəkil zad var mı ay bala? Şəkili götürdü. QR kod oxudu onu. Nənə X-ray getdi aşağı yuxarı, tam. Boyu elə biraz balacadır. Anasını oxşayıb atasına, buna lazım olan əsas anasıdır, əsas rəqib odur. Onun boyun dəqiq çıxardır ki, yer sıçdı, kran sıçdı, girib bunu ayağından qaldıra biləcəm, yoxsa yox da.
Ha, bu görür ki, uşağa virus kimi, bunu aparacaqlar. Bunu Zavatskoy nastroykasına qaytarmaq lazımdır. Ana şu qapını bağlayır. Tək belə fırlar. Əfsanə geri qayıdır. Ananın köhnə vaxtlarda öz qaynanası ilə zırışanda geyindiyi paltar lazımdır. Qız gəlir evə. Ataya bax, heç nəyə qarışmır. Qaynataya bax, o qədər sakitdir. Kürəkənlə də pərdə var, hadisələrin heç birinə qarışmır. Çünki bu da təcrübədir də, bu da görüb, nələr görüb. O bilir ki, evin içi ilə bir dənə pravadalar gedir, gərgin pravadalar. Çox gərgin. O bilir ki, bilmədən hansızsa kəssə ailə cırıq-cırıq olacaq. Çox sakitdir. Oldu, özünüz bilərsiniz. Baxın, görün, nə edirsiniz. Qıraq. Ailə bir yerdə yaşamırsa, ana ilə bir yerdə yaşamırsa, ananın oğul işdə olanda bir təftişə gəlməyi var. O gəlin üçün haropdur, harop. Vızıltısı gəlir, özü hələ yox. Hardan girəcək məlum deyil. Lüboy yerdən girə bilər. Hardansa vura bilər. Gəlin də acığına geyinib biserli sportivnisin gəldi. Bilmirəm deyədim, mən o biserli sportivni eşidən kimi gülürəm. Nədir o? Heç bir gəlin onu geyinə bilmir də. Qaynanası ilə yaşayırsa o biserli sportivni, amma bütün xonsalarda var o. Özdə yek olur deyənə sportivni. Bir xonsa ancaq sportivni. Biserli sportivni. Qaynananın utopiyası bilsiz nədir? O girdi evə. Necəsən qızım? Can ana. Gəl dalımca. Aç görüm şkafı. Öz paltarları bu yerə. Oğlum paltarlarından sonradan. Ayaqqabıları təmizlə, deyəcəm indi. Təmizlə, ayaqqabıları təmizlə. Yox. Kuxna mebelini oynada bilməyəcək, ev uçar. O, olmaz. Oturub. Sonra, davay, amma gəlini işlətsin. Gəlin buna hər şey elədi, tam istədiyini qurdu. Amma liftə gedəndə içində bir olacaq ki, nəsə elə bir düz olmadı. Bunlar mənə oyun qruplar, nədir, bilmirəm, hər nə. Oğul da gəlib evdə o vəziyyəti göründən sonra qaynananı yıxsa ya, öz anasını. Ay mama, sən neynəmsən? Nətərdir, dedi, xoş bəyəndin mi? Hə, mama, super evə işıq gəlib, mama. Prosta çimif çıxmışam, yarım saatlı məhrəbada fırlanıram. Mənim tursi müharə qoymuşsan, ay mama. Səhər izlasda əli batıb dəsmal əvəzində tursiyi çıxartmağım var, Ay mama, ay bana dedim əlinin altında olsun da. Əslində bu psixoloqluq adamdır. Bildiyim Avropada olsa bu adam işi psixoloqlandır. Psixoloq ki versə bizdə hələ tam oturmur. Nə oturmur? Havadadır, gah oturur, gah durur. Verilişlərə də bax. Psixoloqu dəvət edirlər, psixoloqdan başqa hamı danışır. Bu ancaq belə baxır. Hamının yanaşması eynidir. Bir dənə fərqli adam çağırırlar, onu da danışdırmırlar. Bu belə bax. Şəlmə danışım, durum çıxım gedim, mənim işim gücüm var axı. Mənim üçün, yəni, bir suşidədir, bir də psixoloqdadır. Belə bilib ki, qəribə bir his yaşayıram mən. Belə bir pulun qarşılığını alımıram, nədir? Suşi yeyirsən, çörəksiz yerir deyənə. O tutum olmur da, tutmur. Mədədə ağırlıq yoxdur, bir əsnəmirsən, bədən bir ət kimi olmur, elə bir işlat yeməmirsən kimi bir hissiyyat olur adamda. Psixoloq da elədir, ancaq söhbəti deyənə. Elə əlinə baxsan ki, mən nəsə verəcək, verməyəcək. Nəsə bir şey versə, al as boğazından, as maşından, apar filan qəbirstanlıqda bastı. Bir şey ver də. Bir görə çatmır. Yəni, indi otuzdururam mən də psixoloqu. Bir şey verim, amma qərblilər onu tam otuzdurublar. Biz amma hələ falsıda ilişib qalmışıq. Çünki qərblilər keşişə zada gedəndə özlərini günahlandırıb. Bir də deyirəm, özlərini günahlandırıb, etiraf eləyirlər. Bəli. Yəni, günahı özündə gördüyü üçün oradadır. Bizdə nədir? Biz də tarixə, falçıya gedib, kənarı tənzimləməklə məşğulum. Məndə problem da yoxdur, onları düzəl. Hamı mənə qulluq eləsin.
Yaradan yaratdığından hələ tam istədiyini ala bilməyib, bu işi qurub oturur. Hamı mənə. Falçı. Yəni, gəlini bağlatdıran qaynananın psixoloqla nə diyaloq ola bilər? Ya, belə var ya, ay oğul, gör nə deyirəm. Gəlinimi, oy. Bağlatdırmaq istəyirəm. Nöqtəni qoyan ki, bunu basacaqlar palataya. Ama bunun nə işi var şeydə psixoloqda? Bu cəmiyyət üçün təhlükədir, bu bildiyin təhlükədir. Ya, oğul, sən, ay mənim psixoloq oğlum, yaxşı da oxumusan, amma sən köklənmirsən mənə, oğul. Məndə problem yoxdur. And ol Allaha yoxdur. Bu qız bizim evə gəlməyənə kimi məndə problem yox idi. Mənim səsimi eşidərəm. Yox, problemi biraz da özünüzdə axtarın. Yaxşı, bu psixoloqdan durub acıqla gedib falçıya, həmin o getdiyi psixoloqu bağlatdırmaq var, Hayır! Mənə deyir, günah səndədir. Bərk bağla onu. 2 dəfə bağla, sonra da ruçkanın zadı yoxla gör, tam bağla. Zamanla olacaq, hamısı olacaq. İnşallah, yəqin ki, psixoloq da oturacaq. Şam oturmadı, qızdırma şamı vardı, yadındadır. Sizdə gələndə hamı, yox, mənlik deyil. İndi adam var, qızdırma sadı yoxdur, amma evin içində şam axtarır. Şimdi şam olsa... Zamanla oturacaq. Əslində, qayda gəlinə tam bata bilmir. Niyə bata bilmir? Çünki gəlinin anası da oradan bağlatdırır axı. Bu bağlayır, o açır, bu bağlayır. Biraz görür ki, bağlatdırdığı zəifliyir, bərk bağla, aç bağla. Ortada bir adam sarvat olur görürsən. Bax, o 75, 76, 80 yaşında biri oturub belə. Ayna, nə deyirsən? Şövünüz bilərsin. Daha buna bu yaşdan sonra təzdən rezba, at, svarka ilə, bot bağla, bu getdi. Ay, calay. Tapır, amma geç tapır, bildin? Amma gedir. Qoşam gedir. Sarvat oldu, sarvat. Amma xaricilər neynirlər? Yəni, bu şeylər əlbəttə ki, evdə romantika qoyar. Onsuz da yəni, bu savaşın içində romantika qalmağı qeyri-mümkündür, mümkün deyil. Amma xaricilər bunu da tənzimləyiblər. İntim həyatı zənginləşdirməkdən ötürü, biri, məsəl üçün, polis olur, biri cinayətkar. Evin içində. Sənətlərinizi verin zəhmətimizi. Mənim sənətlərim yoxdur. Axtarış olacaq. Soyunun. İş başladı. Məsəl üçün, biri pilot olur, biri stüardessa. Evin içində, təyyarə, stüardessa, çay gətirir, çay aparır. Bu stüardessa sözünə mən çox xoşum gəlir. Yəni, bir şəhvətli çağırışma var, stüardessa. Bizdə onun adın təyyarə bələdçisi qoyublar. Meşəbəy kim səslənir, bildiğin? Adam çağırıb su istəmək istəmir ki, düşəndə içəriksən Allah, onu narahat eləmə. Hörmətli təyyarə bələdçisi, zəhmət olmasa, gəlin, yaxınlaşın. Amma bu işlərə qalsa, kişinin beyni bu işlərdə yaxşı işləyir. Sadəcə biraz mentallıq, biraz cəmiyyət, birdən sızar məlumat, bir şey bir hoqqa verər, məlumat sızar. Bir dənə bunu çıxsın Moskviyazada, tək. O tıqıraqdan balet elə gör, nə hoqqa verir o. Moskva mifi ümumiyyətlə bizdə möhtəşəmdir. Bir mif var Moskva haqqında. Filankəs tək pencəyin götdü, getdi. Tək pencəyin götdü, getdi. 5 il sonra bir qayıtdı. Moskva başqadır. Moskvaya yel əsib qoz tökülüb. Mən tuta bilmirdim onu. Məldislərin birində tutdum. Bir dənə evin yazı gəldi ki, bizim Moskvadan qonağımız var. Sən ona söz verdin, Fərda bəy. Dedim ya, Moskvadan Rauf müəllim, sən Allah tez elə. Dedim, bir dəqiqə, eləşin, hamı donuyur, oldu, çox sonunca oradan qışqıran oldu. Bir dəqiqə də, eləşin. Moskvadan adam gəlir, yaşlı adamsan, olmaz ki. Bəs, odur, budur, buyursun bizim Rauf müəllim. İnan Allaha. Rauf bir gəlmək gəlir o anla. Belə bilsə piyada gəlib o boyda yox. Çox yorğundur. Bu nə gəlişdir ayrı, mənlə adam, bu pencəyi də orada qoyub gəlib, bu başqadadır. Çıxıb bəy gəlin palasası ilə yavaş-yavaş gəlib. Uşağa verdim mikrofonu ki, o bura gəlib çıxamayacaq, apar bunu ver.
Ver orada danışsın o. Onda tuttum ki bu hər adam gedib Moskvaya partlatsaydı. Onda bu Xoşqədəm xanımın 35 il axtarışdan sonra gedib bu tayqa meşələrində tapır belə. Rəfail müəllim, sizsiz? Yox, mən təkəm. Adam müraciəti unudub, siz. Ağlına gəlir ki, buna kimsə siz zat deyə bilər. Siqaret çəkir, ağzından siqaret gedir. Diş yoxdur, ağızda diş yoxdur. Məni yaman anlatdılar, Xoşqədəm xanım. Pulları mənimlə aldılar. Sən canavarlarla qucaq-qucağı yaşaya bilirsənsə, gir bir dənə poyuzun altından bir durbadan yapış, çıx gəl evə. Bu cəmaat öldü. Bu qohum əqraba öldü. Bu hamı televizordadır. Hamı çıxıb televizora. Bizi show biznesin hansı vaxtı tanındıq? Aygün xanımla röya partladır. Yəni qalama-qalı. O söz havada uçuşur. Ona çatmamış göydə ona bıraxdı, qaytarırlar. Rəhmətli Hüseyin Dəryadır, Dəyirmandır, Xosedi girib bir-birinə bir dənə qaynaşma var. Biz də təzə tanınmışıq. Görürük ki, bizi yaxın buraxan yoxdur. Bu nədir? Adımız çəkilmir əsərdə. Elmə dedim ki, Elmətin, gəl mənə iki qaqa öz aramızda bir şey eləyək. Bir qalama-qal olsun, biz də girək də bu liniyaya da. Bir dənə qalama-qalda yüngül. Fikirək dedib, yox, göründə qaqa nə qarayacaq. Danışıb üstündən bir həftə keçib, 10 gün keçib. Deməli, jurnalist buna yaxınlaşıb hansısa tədbirlərimdə deyib ki, 20-ci əsr kino rejissorlarının kinoya baxışı ilə müasir dövrün tələbatlarının vəhdəti və yaxud da belə bir layihələrin həyata keçməsi üçün kino industriyasında imkanlar varmı? Hörmətli vaxt deyir ki, onu yalan deyirəm, amma Fərdə çox cındır adam. Jurnalist məni yazır, səni, Elmədi mənim, sizi çox pis təhqirlər dedim. Aha, nə dedi, dedi, cındır. Nə sualı verdin, tam başqa şey. Ay, yığdım, ay, yekə oğlansan, Elmədi, ayıb deyil. Süni dedik, belə süni qalmaqal ola. O qədər ürəkdən demişdi ki, aramız dəydi, Elmədi, nə də baxdı. Bir də biraz tamlandan sonra başlayır, müqayisələr. Burası vapşe. Bir dəqiqə dayanır, yəni, dünya ulduzları ilə, böyük dahi şəxsiyyətlərlə bizi müqayisə edirlər. Yerin dibinə soxurlar. Bir dəqiqə. Michael Jackson $500,000 Moonwalk gedəndə daldala. Biz Elməddinlə 300 manata Hacıqabula qabaq-qabağa toya gelirik. Danış. Bizdən nə istəyirsiniz? Qoyun yaşayaq da. Michael Jackson, bax gör nədir? Öldü yenə də danışırlar. Michael Jackson Azərbaycanda yaşasaydı nə olacaqdı? Sual, nə olacaqdı? Hansı rayonların birindən olmayacaqdı? Belə bir anons getməyəcəkdi Xəzər TV-də. Michael doğulduğu doğma Biləsuvar torpaqları haqqında bizə nələr danışdı? Mətbəx verilişində, bizim mətbəxin ağasında Michael çükü pişirəcəkdi, tava ilə moonwalk eləyəcəkdi. Michael burada olsaydı belə olacaqdı. Lap olsun Jennifer Lopez'in özü. Jennifer bizdə olsaydı nə olacaqdı ki? Düzdür, ola bilər performansla zadla kimsə çatdırmaya bilərdi, amma başqa şeylərdən Jennifer özü üçün danışır, özü üçün. Belə anons olacaqdır. Bu onbaz savaşı dəhşətli olacaq. Yer yerindən oynayacaq. Kimdə daha böyükdür? Rozada, yoxsa Jennifer'də? Söhbətə xatun qoşuldu, amma xatunda nə çatmadı? Bunlar olacaqdır da, qurban olum sizə. İmadəddin Nəsimi, o böyük şəxsiyyət. Bugün yaşasaydı o boyda iki cahana sığmayan şair, yəqin ki, yeni yasamalda 60 kvadrat evdə kvartirantsat qalır da, yəni. Budur da, yəni, maksimum afət Fərman qızının əli ilə, patxod nazadından onun böyründə toylara da gelir. Yəni. Bu anons mütləq olacaqdır.
Bəli, son zamanlar toyları alt üst edən Afət Fərman qızının Məndə sığar ikən Cahan qəzəlinin müəllifi kimdir? Müəllif olduğunu iddia edən gənc İmadəddin Xəzər TV-yə gəldi. O doğru mu deyir? Studiyamıza qəflətən gələn Manaf Ağayev İmadəddini qara rəngli Range Roverində 15 dəqiqə başa salandan sonra İmadəddinlə Afət barışdı. Bu barışıq real idimi? Bu anonslar olacaqdı dostlarım, vallahi olacaqdı. Ad almaq üstündə də bir şeylər var. Adı. Bu dövrdə yaşayırıq çünki. Öz adın heç, öz adını normal işlətməyən adam var ki, təzədən ad istəyir. Özünki normal işlət də. Adın ərzaqda acından ölürsən. Bir normal işlət görək. Ad almaq. Mən şükür ki, həqiqətən o illərdə yaşamadıq. O ad almaq vardı, qəhrəmanlıq göstərib ad almaq. Mən 100% adsız idim. 100%. O vaxt belə şeylər 100% olub o. Gladiator oturub sabah döyüşə hazırlaşır, biri yaxınlaşır. Salam Mələk müəllim, necəsiz? Sabah da döyüşüz inşallah. Baxırıq, izləyirik, ailəvi izləyirik döyüşləri. Sənin adın nə da? Mənim ad məsələm hələ qalıb bilməli. Belə görək də, mən belə fitness adla belə yola verirəm, gedir. Yox, yer get məşq eləyim biraz. Gedin də arxadan sonra, kim nə olsan əsən? Bəli, kim nə olsan deyəndə ki, müəllim. Mən biləm ki, Ayboğa mənim bibimin əri olub. Ayboğa. Ayboğandan sonra bizdə elə bir kəsinti oldu, bizi bir qaramat bastı, ad alanmadıq da ondan sonra. Atamın adı nə oldu? Atam elə bir fitdi, mən 2 fit də, bildin mi? Fitin dərsində işləmişəm müəllim elə. Yəni 300 metrdən hiss eləyirəm ki, məni çağırırlar. Yəni o qədər dərəcədə yaxşıdır, narahat olmuyor. Bu elə bir tarixin ilk sümsüyünü göstərdim də sizə. Ad almamaqdan ötürü o aralarda ötüşdürüb sağ qalan adamlar. Bir də Dədə Qorqud mifi var. Dədəm Qorqud mifi. O da yoxdur, amma Dədə Qorqud. Məni inandırım, lisey vaxtı Dədə Qorqud haqqında bir səhnəcik də, gəncəm, bir yaradıcılıq o uşaqlıqda özünü göstərir. Eşitmişdim, oxumuşdum, yardıca ki, Dədə Qorqud adlar qoyur. Yəni, qəhrəmanlıq göstərsən, ad qoyur. Belə bir səhnəcik qurdum ki, bir torpaq sahəsidir, spornudur. Bu iki adamın ikisinə də dədə adı qoyub. İndi bu torpaq bunun adından, onun adına keçməlidir, gəliblər dədənin yanına. O vaxt ağlıma gələn bir senaridir. Bunu liseydə eşitdilər, məndən də anadan əmdiyim burnumdan gəldi. Yaxşı, atam da həqqıq. Bir xeyrakda anladı məni ki, ay, sən gedib hara ilişmirsən. Ay, dedim, ay, mən neynim, ilişməmişəm, dünya zarafatdır da. Sizi bir daha, kim hara inanır, ora and verirəm. Dədə Qorqud filminə baxmısınız? Orada dədəni alan var. Yadınıza salın dənə. Bir adam ondan diyaloqa girmir orada. Dayanın deyir, hamı gedir. Oğul, qan töhmün, əşya sən də bunu yığışdır buradan. O boyda mifi gerçəkləşdirən bugünkü günümüzə kimi qopuzla gəlib. Deyir, sizi and verirəm bu qopuz oğul, deyir, qopuz vaxtı deyil, qopuz vaxtı. Bən nə vaxtıdır, bu filmdir, mən də başrolda oluram, bən nə deyim? Mən nə deyim ki? Dədə indi yaşasaydı nə olacaqdı? Yəni, maksimum Ayzaura çıxmaq üçün, nə bilim, 5-də 5-ə zada çıxmaq üçün ona buna patxo verirdi ki, bir də mənə də qardaşımdır, yaxşı, bir də. Elə olacaqdı da, nə olacaqdı yəni, o gün, bugün, fərqi nədir ki, yəni, bugün bu reallığımız budursa, hər şeyi bura otuzduranda belə görsənməlidir, yəni. Məsələn, belə bir anons mütləq olacaqdı. Xəzər TV yeni layihələrlə gəlir. Bu dəfə dədənin bağındayıq. Dədə çaldı, qonaqlar oynadı, aşıq telli zad. Qonaqlar çaldı, dədə oynadı. Dədəni kövrəldən məqam. O mütləq olmalıdır. Dədə oturub harca bir küncdə belə. Bəs dədə nəyə güldü? Bir dənə qadır dədə. Bütün bunlar hamısı Gültəkinlə bağ mövsümü. Dədə gildə. Canım ay dədə. Bu olacaqdı, qardaş, nə olacaqdı ki yəni?
Ay Allah'ın bir adı. Gedirik də inşallah. Yəni sırf öz, yəni bu Instagramdan, bu sosial şəbəkələrdən zaten görürəm, duyğular getdi uje. Getdi, amma biz Səyyad Əlizadənin klipi ilə illərlə toyda oynamaq, o duyğular yox, klip yadınızdadır. Sözdə nə deyilirdisə, o göstərilirdi. Görüşdük yarımla bulaq başında, Səyyad özün çatdırırdı bulağın başına. Ay işığında, ulduzlu gecə ay işığı, ay var, ulduz yoxdur, klip dayandı. 2 gün, 3 gün, qayfı çəkək bu zibili qutaraq da. Ulduz, mən ulduz olma, qurbansa. Belə yəni, hər şey olduğu kimi. Amma yaxşı ki, o vaxtlar elə mahnılar var ki, onlara şükür ki, klip çəkilmədi yəni. Deyir, yarımın boyu bəstə, gəl otur sinəm üstə. Klipə bax, klip gedir. Burada çox təhlükəli yerdə yəni. Yəni bax, klip belədir, qaqam uzanır. Xanımla da münasibət zadı yoxsa bir o yana baxır, bir o yana, amma xanım oturub, bax, ufaqda oturub. Göz-gözə də gəlməyə utanır, baxır belə. Dəyədənmirsən ki, bəlkə böyrü üstə otursun bu. Bu düz gelmir. Özdə elə bir çizgidir ki, həqiqətən deyirlər o, yuxarı bığ, aşağı saqqal, həmən bir şeydir. Dalıda şeydir, deyir, sən məndən bir şey istə, mən də deyim, baş üstə. Yəni, bu vəziyyətdə səndən 10 manatlıq kontur istəməyəcək. Abur gözləməli o qədər yerlər var ki, kaş ki elə oralarda abur gözləyək, inşallah. Abur gözləməli yerlərini çox. Öpürəm. Sağ olun, görüşərik inşallah.